dizləriniz ağrıyır, nə edəcəyinizi bilmirsiniz. Məhz bu məzun sizə kömək edəcək. Hazırlanması yaxınlatın. Sarımsaq dostlar, qabıqlı. Soğan, qırmızı soğan mütləq olmalıdır. Bunu da gördüyünüz kimi əlavə etdik. Sarı kök mütləq təmiz olmalıdır. Və zeytun yağı. Gördüğünüz kimi artık ağzına möhkəm bağlayırıq. Və qaynar su. 15 dəqiqə. Yanarsın. Sual ver. Təbii detoksa bax, təbii detoksa Turan. Oy. Bu əldə olunan maye sizin üçün oynaq ağrıları, birləşmələr, diz ağrıları, revmatizmaya qarşı, onurğada qirica, harada ki sümükdə ağrılar var. Bax bu macunu hazırlayıb masaj etməklə 4 gün, 5 gün bu ağrılara son qoya bilərsiniz.